Son günlər beynəlxalq musiqi yarışmaları Azərbaycan-Ermənistan münasibətləri kontekstində müzakirə mövzusuna çevrilib. Belə ki, 13 dekabrda Tbilisidə keçirilən Uşaq Avroviziyası müsabiqəsində Azərbaycanın Ermənistana 3 xal verməsi, Ermənistanın isə Azərbaycana 1 xal belə verməməsi diqqət çəkib. Bu fonda daha öncə Qazaxstanda keçirilən Silk Way Star müsabiqəsində Azərbaycanın Avroviziya 2021 təmsilçisi Samirə Əfəndinin münsif qismində erməni ifaçını qucaqlaması və ona ən yüksək 12 xal verməsi ölkə ictimaiyyətində ciddi etirazlara səbəb olmuşdu. Global Info.az-a danışan əməkdar artist xanəndə Elnarə Abdullayeva məsələyə sərt reaksiya verib. Ermənistan tərəfi bal verməməklə bizə yaxşı edir. Biz hələ də ayılmamışıq. Düşmən düşməndir. Tez yumşalırıq. Biri ermənini öpür, biri qucaqlayır, güya sülhməramlıdırlar. Əməkdar artist müğənni Firuzə İbadova isə əlavə edib ki, musiqinin və incəsənətin siyasətlə birbaşa əlaqəsi yoxdur. Ancaq təəssüf ki, son vaxtlar belə yarışmalarda xalqımızın hələ də unutmadığı faciələr göz ardı olunur. Halbuki anaların göz yaşları hələ qurumayıb. Bu reallıqları unutmaq mümkün deyil və unutmaq da olmaz. Bir ana öz övladını torpağa veribsə, həmin xalqın nümayəndəsi olaraq çıxış edən birinin erməni iştirakçıya bal verməsi, onu qucaqlaması, səmimi şəkildə təbrik etməsi nə dərəcədə doğrudur? Bu düzgün və məqbul addım deyil. Qarşı tərəf Azərbaycana heç bir xal da ayırmayıb. Bu onu göstərir ki, münasibətdə dəyişiklik yoxdur və düşmənçilik mövqeyi saxlanılır. Mən siyasətçi deyiləm və siyasətə qarışmaq niyyətim yoxdur. Ancaq 50 ildən artıq ömrünü səhnəyə, Azərbaycan mədəniyyətinə həsr edən bir sənət adamı və Azərbaycan vətəndaşı kimi deyə bilərəm ki, belə vəziyyətdə heç bir bal da verməzdim. İstedad nə qədər yüksək olsa belə bu addımı atmazdım. Bizə qiymət verilmirsə, biz də qarşı tərəfə qiymət verməməliyik. İbadova əlavə edib ki, əgər qarşı tərəfdən ən azı simvolik də olsa bir xal verilsəydi, bunu siyasətdən kənar qiymətləndirmək olardı. Ancaq baş verənlər onların hələ də mövqeylərini dəyişmədiyini göstərir. Onlar bizi düşmən kimi görürlər və bunu açıq şəkildə nümayiş etdirirlər. Mənim mövqeyim qətidir. Xalqımıza qarşı bu qədər ağır cinayətlər törədən, anaları ağlar, qadınları dul, uşaqları yetim qoyan tərəfə bal vermək düzgün deyil. Bu yanaşmanı qəbul etmir və açıq şəkildə pisləyirəm. Mən verilən 3 xalın da, 12 xalın da əleyhinəyəm.